Fəəsərnə bihi nəq'a. Burada fəəsərnə bihi də diqqətli olmaq lazımdır. Pəltə isə adi fə, biz necə fə deyirik, ərəblər də o cür deyir. Ra hərfi qalın oxunacaq. Fəəsərnə, fəəsərnə. Ra hərfini necə deyirik? Qalın deyirik və dilimiz üst dişin altındakı ətə dəyir. Fəəsərnə bihi. Bihidə gördüyünüz kimi uzunluq var. Məd yazılıb burada. Məd, bir əlif. Yəni iki səs qədər uzadılacaq. Bihi, özə bihi yumuşaq deyiləcək. Dolu deyilməyəcək. Bihi nəq'a. Qaf hərfi qütbüzət, qəlqələ hərflərinin qrupuna aiddir. Ortada gəlib, kiçik qəlqələ eləyəcək bunu və azacıq uya meyillidir. Nəq'a. Nəq'a. Burada çox diqqətli olmaq lazımdır. Hansı texnikalar var burada? Qaf hərfinin qalınlığını heç vaxt ayn hərfinə vermək olmaz. Bəzi Quran oxuyanlar bunu belə oxuyurlar. Nəq'a. Nəq'a şəklində oxuyurlar. Bu səhvdir. Çünki qaf hərfinin məxrəcindən çıxıb çatdıra bilmirlər ayn hərfinə.